Təbiət insanların əsas əyləncə mənbəyidir. Əhalinin böyük qismi göl kənarlarında və kəndlərdə köhnə üslubda tikilmiş evlərə sahibdir. Dünyadan uzaqlaşmaq istədikdə bu yerlərə gedib tam mənasıyla hər kəsdən uzaq, sadə bir həyat sürürlər. Vəhşi heyvanlar insanlara o qədər alışıb ki, şəhər mərkəzlərində belə vəhşi mərallara rast gəlmək mümkündür. Dövlət, məşhur olmasanız belə hər yazıcı və sənətçini potensial istedad kimi görür və onlara dəstək verir. Məsələn, kitab yazmaq istəyən bir şəxsə dövlət grant adında aylıq maaş təyin edir və kitab tamamlanana qədər bu maaşı ödəyir. Kitab nəşr edildikdən sonra belə dəstək kəsilmir. Hər kitabxana yeni çıxan kitabları müəyyən sayda almaq və oxucularla paylaşmaqla məsuldur. Bu isə yaradıcı insanlar üçün böyük bir güvən deməkdir. Əlbəttə, iqlim